Larişim, təbrik edirəm. Neçə gözəl günlər, güzelim. Aparıcı Aytəkin Mərdanova qızı Nərgizlə bağlı paylaşım edib. O evladının ad günü olduğunu bildirib. Aytəkin birlikdə olan fotolarını yayımlayaraq bunları yazıb. Düz 12 il əvvəl həyatımın ən qiymətli hədiyyəsi, əvəz olunmaz sevgisi, gözəl gözlü Nərgizim dünyaya göz açdı. Sanki dünən balaca əllərindən tutub ilk addımlarını izləyirdim. İndi isə qarşımda xəyalları, düşüncələri böyüyən gözəl bir qız dayanıb. Gözəl qızım, sən doğulduğun gündən bu yana mənim dünyaya baxışım dəyişib. Artıq hər addımımda səni düşünürəm. Hər duamda adım var. Həyəcanımın da, sevincimin də səbəbi sənsən. Sən mənim ən həssas yerimsən Nərgizim. Həyatın həmişə üzün kimi işıqlı, qəlbin kimi gözəl olsun. Heç vaxt gülüşün solmasın, arzuların yarım qalmasın. Bil ki, sən nə qədər böyüsən də mənim üçün həmişə o şirin baxışlı, gül qoxulu balaca qızım olaraq qalacaqsan. Səni çox sevirəm Nərgizim. Doğum günün mübarək Nərgizim. Qeyd edək ki, aparıcının Fərid adlı bir evladı da var.